Euzubillahimineşşeytanirracim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Ya Allah, keçən cümələr mövzumuz müracat idi, bitdi. Mən inşallah dedim yeni xutbəyə başlayıram, amma bugün istəyirəm istisnai olaraq İmam Sadiq əleyhissalam haqqında danışım. Çünki bilirsiniz bu günlər İmam Sadiqlə də bağlı günlərdir. Amma gələn cümədən yeni mövzumuza Allah nəsib edəsə qədəm qoyarıq Allahın lütf inayəti ilə. İmam Sadiq əleyhissalamla bağlı olduğuna görə istəyirəm onun haqqında danışım və biraz da məlumatımız olsun. Həzrət İmam Sadiq, atası İmam Baqir bəlli. Anasının adı Ümmü Fərvə. Ümmü Fərvə kimdir? Ümmü Fərvə haqqında bir qısa tarix deyim. Birinci xəlifənin oğlu var, Məhəmməd adlı belə bir oğlu var idi. Anası da Əsma binti Əmis. Belə ki, birinci xəlifə dünyasını dəyişəndən sonra bu şəxsin anası Əmirül-Möminin ailə qurur və Məhəmməd Əmirül-Möminin tərbiyəsi ilə böyüyür. Çox ədəbli bir övladdır və tarixdə də mühüm rolu var. Əmirül-Mömin onu xüsusi sevib, xüsusi məhəbbəti olub və onun haqqında xoş sözləri var əleyhissalamın. Bu Məhəmmədin bir oğlu var, adı Qasimdir tarixdə. Qasimin qızı Ümmü Fərvədir. Belə ki, Ümmü Fərvə də İmam Sadiqin anasıdır. Deməli, yəni ki, izah verə bildim. İmam Sadiqin anası Qasimin qızı. Qasim də Məhəmmədin oğlu. Məhəmməd də birinci xəlifə və eşitmişsiniz, Məhəmmədin də anası Əsmadır. Əsmanın haqqında da eşitmişsiniz tarixdə. Həzrət Zəhra hadisələrində Əsmanın da, belə deyək, Həzrət Fatimə salamullahi aleyha onu çağırır Əsma. Neçə yerdə çəkir adını, mənə kömək elə, bu və s. Xülasə, anası bəlli oldu. İndi mən sizə Məhəmmədin taleyini danışım. Baxın, görün tarixdə nə baş verdi. Və birinci anasını tərif edeyim sizə. Anası haqqında deyim sizə ki, belə ki, yəni İmam Sadiqin anası, yəni Məhəmmədin nəvəsi, kənət ummi mimmən amənət. İmam Sadiq deyir, mənim anam çox imanlı qadın idi. Çox imanlı qadın idi. Vəttəqət, təqvalı idi. Vəhsənət, muhsinə xanım idi. İmanlı xanım idi. Vallahu yuhibbul muhsinin. Belə tərif edir, yəni belə ana olub. İmam Sadiqin də anası. Çünki elə o demək deyir, bir nəfər imamın anasıdırsa, tutaq ki, yaxud məsələn, imamın balasıdırsa, Peyğəmbərin həyat yoldaşıdırsa, Peyğəmbərin balasıdırsa, mütləq və mütləq necə olmalıdır? İmanı pik həddə olmalıdır. Məsələn, İmam Həsənin həyat yoldaşının əli ilə zəhərləndiyini eşitmişsiniz, yəni ki, Muaviyyənin plan əsasında. Peyğəmbərlərin də baxsız həyat yoldaşlarını görürsünüz. Məsələn, Talaq surəsində Peyğəmbərin həyat yoldaşları haqqında Allah Taala danışır. Nuhun həyat yoldaşı haqqında, Lutun həyat yoldaşı haqqında Allah danışır. Nuhun övladı haqqında Allah danışır. Mövzum o deyil, keçək oradan. Amma bu xanım imanlı xanımdır, bərəkətli xanımdır. Yaxşı. Məhəmməd ibn Əbu Bəkir Əmirül-Möminin yanındadır. Cəməl müharibəsində Məhəmməd ibn Əbu Bəkir bu tərəfdədir, bacısı o tərəfdədir Cəməl müharibəsində. Amma Məhəmməd Əmirül-Möminindən haqdan kənar düşmür. Bax, belə bir şəxsiyyətdir Məhəmməd. Və Məhəmməd ibn Əbu Bəkiri Əmirül-Mömini tərbiyə eləyib göndərir ara Misirə. Misirdə Misir hakimidir. Siffeyn müharibəsindən sonraki hadisələr baş verdi. Siffeyn müharibəsi 1 il yarım çəkdi. Nə hilələr oldu, nə planlar oldu. Malikə Əştər daha döyüşün pik anında idi ki, qələbənin astanasındaydı. Əmirül-Möminin yanında olan bəzi bəsirətsiz insanların, onların fikirlərinə görə Malikə Əştər bir addımlıqdan çəkildi kənara. Yəni, İslama nə zərbə gəlibsə, adətən içdən gəlib mühüm zərbələr. Çünki Qədirxumda Allah bu söz demişdi. Demişdi, fələ təxşəhum. Sən o tərəfdən qorxma, bir dənə bu tərəfdən narahat ol. Vəxşəuni. Özündən, öz ətrafında olanlar, ayənin məğzi mənası budur da. Nə başına gəlirsə İslamın, yoxsa haqq əhli həmişə qalibdir.
Haqq əhli həmişə qalibdir. Zahiri məğlubiyyətlərini içinə varsız görürsünüz ki, iman əhlinin müşkülü var. Peyğəmbərin yanında olanların. Uhudda məgər qələbə olmayacaqdı? Olacaqdı da. Niyə məğlubiyyət oldu? Zahiri məğlubiyyət belə deyək oldu da, hə? Niyə oldu? Çünki qulaq asmadılar Peyğəmbərə. Hüneyndə niyə oldu bu vəziyyət? Değişirdi bir anlıq, sonradan birdən değişdi. Qarşıda artıq qələbə çalmaq astansında idi ki, gedin baxın surəyə deyir, Ə'cəbətkum kəsrətukum. Özünüzlə çox öyündünüz deyənə Allah vurdu sizi. Gəlin Sıffeynə, Sıffeyndə qələbə var idi da. Qələbəyə yetişmişdilər də. Nə baş verdi? Baş verdi. Ki, Əmirül-Möminin yanında bəsirətsiz, maarifdən uzaq düşmüş insanlar qılıncı gətirlər tutdular ki, səni öldürəcək Malikədən qayıtsın. Malikə gəldirlər, Malik vəziyyət pisdir. Dedi, bir addımlığındayam. Dedi, Əmirül-Möminin həyat təhlükəsi var. Dedi, canım Əliyə qurban olsun, qayıtdı geriyə. Vəziyyət budur. Bunlar tarixdir. Sıffeyn müharibəsindən sonra siz təsəvvür edin, o bəsirətsiz insanlar o cürünə addım atmasaydılar, nələr olacaqdı? Gör, İslam nə qədər böyük uğurlara imza atacaqdı. Sıffeyndə Bəni Üməyyə çöksəydi, orada da həll olub getsəydi, Bəni Üməyyə 100 ilə yaxın nə zərbələr vurdu İslama? Gedin kökünə baxırsınız, hardan çıxır məsələ? Yenə o Əmirül-Möminin yanında olan zahirən ya olanlar, həqiqətdə, amma onun yanında olmayanlar, bax, onlara görə bəla çəkdi İslam ümməti. Qədirxum da o cürünə. Qədirxum o cürünə. Meydan oxuyurdu İslam. Müsəlmanlar. Gör, nələr oldu? Yığışa bilmədilər. 120 min adam yığışır bir yerə, eşidirlər Əmirül-Mömin həqqaniyyətin, amma Əl-Qədir kitabında 110 nəfər təxminən sahabədən nəql olunur Əmirül-Möminin vəli imam olması. 110 dənə sahabə. Çoxdur ya, böyük göstəricidir, mütəvatir hədis deyirlər, mənim bundan işim yoxdur. 120 min qabağında 110 çox azdır. Bəzi danışmadı, bəzisinə hədis qadağası qoyuldu, bəzi hədis danışa bilmədi, bəzi də həsbuna kitabullah, Quran bizə yetər. Bəzi hədisləri yandırdılar, belə gəldi 110 nəfər. Vəziyyət belə. Sıffeyn müharibəsindən sonra da ki, Misirə ki, demişdi, Muaviyə demişdi ki, Misri sənə verəcəm Əmrasa. Əmras əvvəldən təkcə Misri istəmirdi. Əmrasın istəyi başqa idi. Muaviyyənin yerinə keçmək idi. Amma Muaviyyə də balacadan deyildi bu mənada, hiləgər idi. Planı elə qurdu ki, alındı istədiyi. Dedi, əgər Misri istəyirsənsə, orada maniyəmiz var. Maniyəni aşmalıyıq. Maniyə Məhəmməd ibn Əbu Bəkir. Onu aradan götürməliyik və qeyri-bərabər müharibə yarandı. Hətta oxudum tarixdə, bax, bunu da deyim sizə ki, Misirin öz içindən Muaviyyəyə olan adamlar çıxdı. Oradan, daxildən o belələri çıxdı meydana və qeyri-bərabər bir müharibə baş verdi. Məhəmməd ibn Əbu Bəkiri tutdular, başını kəstdilər. Ondan sonra onun cənazəsini ölmüş, üzr istəyirəm, Uzunqulağın qarnına qoydular. Uzunqulağın içində onu yandırdılar. Bu bir tarixdir. Buraycan dedim, mənim mövzum bu deyə elə İmam Sadiqdir. Məhəmməd ibn Əbu Bəkir oğlu, adını dedim sizə. Oğlundan da, oğlun adı Qasım, Qasımın qızı oldu İmam Sadiqin anası, düz, Ümmü Fərvə. Ümmü Fərvə də təqvalı bir qadın. Yaxşı, bura qədər bu söz. Yaxşı. Məşhur ləqəbi də nədir? Sadiqdir. Sadiq neyin müqabilində deyirlər? Kazibin. Çünki bir nəfər var idi, Cəfəri Kəzzab eşitmişsiniz tarixdə. İmamlıq adı Cəfərdir. Adı nə qaldı? Cəfərus Sadiq, düz danışan. Bir dənə də bu müqabilində Cəfəri Kəzzab vardı. O kim idi? O İmam Hadin oğlu idi. O Kəzzab kimi qalıb tarixdə. Onun müqabilində Cəfərus Sadiq, yəni Sadiqimiz var bizim. O isə Kəzzab idi. Düzdür, məsələn, bəzi alimlərin fikrinə əsasən, gələk onun adı Cəfəri Kəzzab yox, Cəfəri Təvvab qala idi. Çünki sonradan tövbə edib. Bu da bir tarixdə araşdırmağa dəyər. Tarixdir də. Qaldama Kəzzab daha çox, amma Kəzzabın müqabilində İmam Sadiq. Yaxşı. Bizim məzhəb Cəfəri məzhəbidir. Düzdür. Niyə məhz Cəfəri? Məgər şiəli İmam Sadiqin vaxtında yarandı? Yox, Peyğəmbərin zamanında bu söhbət var idi. Yaxşı. Qədirxum hadisəsi var idi.
O vaxtdan artıq Peyğəmbər şiə kəlməsini deyib, o şiə deyəndə Əmirül-Mömininə xas tərəfdar olanlar, yəni Qədirxumun davamçıları, yəni o xəttin davamçıları, yəni o surənin, ayənin davamçıları, yəni o Peyğəmbərin o buyurduğuna əməl eləyənlər. Nəsə, bu mövzu yalnız İmam Sadiqin vaxtında yaranmayıb ki. Sadəcə olaraq İmam Sadiq dönəmi bir dönəm Allah nəsib elədi ki, Bəni Üməyyənin zəiflədiyi get-gedə dönəmdir. Siz Bəni Üməyyənin axır xəlifələrinə baxın, az qalırlar tarixdə xəlifə kimi 2 il, 3 il tez ölür. Artıq başları qarışmışdı özlərinə. Bəni Abbasla Bəni Üməyyə mübarizələri artıq başlamağa başlayan ərəfədə Həzrəti İmam Sadiq əleyhissalamın bir qapı açıldı, bir fürsət açıldı. Fürsəti qəşəng dəyərləndirdi bizim imamımız. Çox qəşəng şəkildə dəyərləndirir bizim imamımız. Hətta belə deyirlər tarixdə. Kənə beytu Cəfəri Sadiq kəl camiə. Camiə, ərəbində universitet deyirlər. İmam Sadiqin evi sanki bir İslam universiteti idi. Çox tələbələr yetişirdi. 4000 şagird deyirlər, amma bunun bəzi alimlər 4000 şagird deməyin də, ravi deyin. Hədis nəql eləyən 4000 olub, amma hamısı şagird olub, yoxsa özü bir sualdır, amma bunların içində şagirdlər yetişibmi? Yetişib. Yetişib. Möhtəşəm şagirdlər yetişib. Möhtəşəm şagirdlər yetişib ki, baxsız Zürarə, Hişam ibn Həkəm, və saya bilərsiniz adlar, neçə adlar var ki, doğrudan da bu insanlar İslam, bizim boynumuzda böyük haqlar var. Bizim boynumuzda böyük haqlar var. Ki, mövzum olsaydı, onların haqqında danışaydınızsa, onlar nələr eləyiblər? Nə işlər gördülər? İmam Sadiq 50 il Bəni Üməyyə dönəmi, 15 ildə Bəni Abbas dönəmi yaşayır. O 65 il, bəziləri 67 il. Yaxşı. Amma bir dönəm də olub ki, çətin dönəm də olub. Hədisdə var, bir nəfər məsələn imamdan gəlib hədis soruşmaq istədiyi təqdirdə nə inirmiş? Göy meyvə alandı, meyvə satandı daha doğrusu, gəlirmiş qapılarda meyvə satıran, qapını döyürmüş, ya meyvə alıram, ya belə də meyvə satan kimi daha doğrusu. Gələrmiş o anda, imam ki ondan meyvə alarmış, sual soruşarmış, imam cavab verərmiş. Belə bir dönəm də var idi. Amma Bəni Üməyyənin çökmə ərəfəsində olan bir dönəm, Bəni Abbasın gəldiyi bir dönəmdə imam bu fürsətdən gözəl bəhrələnir. Çox gözəl. Çox gözəl. Və məhz buna görə də deyirlər ki, İmam Sadiq əleyhissalamın dönəmində vüsət tapdı. Məktəb kimi daha çox. İmam Sadiq əleyhissalam dili ilə, əli ilə məktəb kimi təqdim olundu deyənə bizim Cəfəri məzhəbi kimi tanındıq. Amma məsələ geçir Peyğəmbərə. Bəziləri lap belə gətirib deyib səbəblərin vaxtında. Nə səbəblərin vaxtı? Fürsət və vüsət aldı İmam Sadiq əleyhissalamın dönəmində. Çünki Bəni Üməyyənin çökdüyü dönəmdir. Çünki Bəni Üməyyənin bir dönəmi var idi ki, İmam Səccad əleyhissalam gedin bir dənə baxın, necə qəliz bir dönəm yaşayırdı İmam Səccad əleyhissalam. Necə bir qəliz və onun müqabilində alternativlər yaratmışlar ki, bəzi alimlər çıxmışdı onların müqabilində ki, onları ünvan kimi təqdim edirdilər. Mənbə kimi təqdim edirdilər. Ki, İmam Səccaddan ayrılsınlar, geçsinlər onlara tərəf. Tarixə baxın. Amma İmam Səccad düzdür, böyük bir dənə öhdəliyi icra eləyə bildi ya, o da məsələn çətin bir dönəmdə o nələri etməlidirsə etdi. Məsələn, Səhifə-i Səccadiyyə böyük bir dənə maarifdir. Dua ilə təvhid, imaməti izah eləyir. Dua ilə. Gedin, baxın. Nələr deyir orada? Ya məsələn, hüquq, İmam Səccadın hüquq risaləsi. Görün, hüquq risaləsində nələrə toxunur imam. O dönəm çətin bir dönəmdir. O dönəmdə imamın xüsusi tələbələri də oldu, məxsusi tələbələri ki, can qoydular. Bəziləri şəhid oldu. Bəziləri başqa istiqamətdə. Yəni, çətin oldu İmam Səccad dönəmi. Buğda yerində, buğday ərazisi var idi. Orada dərs keçirdi də nökərlərə. Nə bilim, xurma bağı var idi. Orada dərs keçirdi. Onlar da məsələn xadim kimi, nökər kimi gəlirdilər, amma imam onları neyinirdi? Onlardan bəhrələnirdi.
Onları daha doğrusu fayda verirdi, onları yetişdirirdi fəqih kimi, alim kimi. O dönəm çox çətindir. İmam Baqir dönəmi də belə əvvəlləri biraz qəlizdir, axıra yaxın bir müddət ki, biraz asanlaşma baş verir. İmam Sadiq dönəmində maşallah da vəziyyət bir dönəmdir ki, İmam Sadiq dönəmi o dönəmdə daha o məktəb daha çox önə çıxdı. Cəfəri məzhəbi kimi biz tanıdıq. Nə İmam Sadiqin vaxtından yarandı bu məsələ? Vüsət tapdı. Necə ki, məsələn, Əllamə Məclisin vaxtında, Əllamə Hilliyin vaxtında bir fürsət yarandı yaxşıca. Səbəblərin vaxtında da yaxşı bir fürsət yaranmışdı müəyyən qədər. Bu fürsət yarandı, amma bu mövzu gedir, çıxır, hara dayanır? Peyğəmbər zamanında dayanır. Yaxşı. Və imamlar o məarif məktəbini qurdular, öhdəliklərini icra elədilər və nə qədər insanlar onlardan yararlandı. O xətti qorudular, saxladılar. Şaşırsınız, o 124 min Peyğəmbərdən gələn bir xət var ha? Xatəmül Ənbiya və o xət ki, Peyğəmbər özündən söyledi ki, məndən sonra Əli idi, Peyğəmbər ünvanında yox, imam ünvanında, o xətti saxladılar. Bunu saxlamaq asan məsələ deyildi. Onu saxlamaq asan məsələ deyildi. Zaten haqq cərəyan eləməlidir, hərəkət eləməlidir, amma kimlərin əli ilə qaldı? Bax, imamətin əli ilə qaldı. Ona görə imamətdən uzaq düşmək, fərddən uzaq düşmək deyil, məktəbdən uzaq düşməkdir. Məktəbdən uzaq düşməkdir, ünvandan uzaq düşməkdir. Balaca məsələ deyil, ciddi məsələdir. Mən Ramazan ayında, bütün Ramazan ayını Əhl-i Beytdən danışdım. Sonra get söz, vəhyin mühüm vəsiyyəti, məhrəmlikdə Əhl-i Beytdən danışdım. Zəlalət və cəhalət orada danışdım. Kərbəlanın intizarı 10 gün danışdım. Bunlara bir baxın. Bunlar elə-belə mövzu deyil ki, mən bu qədər danışmışam. Bu ciddi məsələlərdir. Ciddi məsələlərdir. Məktəbdir. Ona görə İmam Baqirin bir yaxşı sözü var. Deyir, bir nəfər Həsən adlı bir insan deyir, Fəlyəzhəbil Həsən yəminən və şimalən. Həsən kimsə bir fərdin adı deyir. O Həsən sağa da getsə, sola da getsə, fəvallah and olsun Allaha, ma yucadul elm illa hahuna. İstəyirsən sağa get, istəyirsən sola get. Amma elmin mənbəyi bizdədir bu. Bulaq bizdə qaynayır. Sağa sola getməyin. Gəlin bura. İmam deyir. Gəlin bizim qapıya. Nəsə istəyirsinizsə, ifrat təfrit eləmək istəmirsinizsə, haqdan çıxmaq istəmirsinizsə, yolunuzu sapmaq istəmirsinizsə, gəlin mənbə bizik. Hətta bir də İmam Hüseyndən deyim sizə, Həzrət İmam Hüseyin ki, Kərbəlaya gələndə müxtəlif sözləri olub baxı. Müxtəlif sözlər deyim. Mən 10 dənə çıxışım Məhərrəm aylarının birində yaduza salım. Mədinədən Kərbəlaya belə bir çıxışım var idi. Orada bu mövzulara toxundum. İmam yol boyu deyəcəyi sözlər. O sözlərdən biri budur. Bir nəfər gəldi, Səələbə adlı məntəqədə İmam Hüseynlə görüşdü. Dedi, hardan sənsən? Min eynə ənt? Hardansan? Dedi, mən min əhlil Kufə. Kufə əhliyəm. Kufədən gəlmişəm. Kufə əhliyəndə hamısı zeyninizi pis hallanmasın. Kufənin içindən çıxanlar vardı, həbil məzahirlər vardı, müslümin ofisəcələr var idi. Kufə hamısı pis olmayıb. Sadəcə Kufənin başında duranlar xarab idi. Ki, Kufəni inədilər, Kufə elədilər. Oradan İmam niyə məhz Əli əleyhissalam Kufədə gəlib məskən salmışdı? Çünki orada elə insanlar var idi ki, onların əli ilə böyük işlər görüb. Min eynə ənt? Haradasan sən? Min əhlil Kufə. Kufə əhliyəm. Ondan sonra İmam başladı danışma dedi, əma vəllah, and olsun Allaha. İmam dedi, ya əhlə, ya əxa əhlil Kufə. Ey Kufədən olan qardaşım, and olsun Allaha. Ləv ləqeytuk bil Mədinə, əgər Mədinə şəhərində səndən görüşsəydim, ləərəytukə əsərə Cibril aleyhisselam min darina. Həzrəti Cəbrail, əgər Mədinədə səndən görüşsəydim, Həzrəti Cəbrailin ayaq izini sənə göstərərdim. Min, harda? Darina, evimizdə, yəni o Əhl-i Beytin yaşadığı evdə. Yəni o Peyğəmbərin evində. O evdə Cəbrailin izlərini göstərərdim sənə. Və nuzuluhu bil vəhyi əla cəddi. Necə nazı olub mənim cəddimə? O izlər qalıb. Ya, indi izlərin də mənası var da.
Keçək oradan uzun qalmır. Ya əha əhlil Kufə. Ey mənim Kufəli qardaşım. Əfə mustəqan nas əl-elmə min indina fəəlimu və cəhilna. Maraqlı sözdür. Dedi, ay mənim qardaşım, dedi, bəli. Elm bulağı bizik. Bizlə sirab olub sirab olanlar. Necə oldu ki, elmin bulağı bizlə sirab olub sirab olanlar, biz cahil olduq, onlar alim oldu. Haza ma la yakun. Bu olmayan bir şeydir axı. Yəni siz başqa qapılara girirsiniz. Elm arxasıcan, mənbə, bulaq bizik. Bizdən sirab olublar. Onlar bizlə sirab oldular. Biz isə cahil olduq. Marif istəyirsiniz buradadır. Hikmət istəyirsiniz buradadır. Elm istəyirsiniz buradadır. Xülasə, məktəbdən uzaq düşməkdir, İmam Sadiqdən uzaq düşmək, imamlardan uzaq düşmək. Fərddən yan uzaq düşmək deyil. Yaxşı. Qoyun sizə bir-iki dənə də imamın xüsusiyyətlərindən danışım. İmamın həm tarixə toxundum, həm Cəfəri məzhəbinin haqqında bir kəlmə dedim sizə. Niyə imamın adınadır? Yəni, o biraz sizə əxlaqi keyfiyyətlərindən danışım. Bir nəfər gəldi, imama xəbər gətirdi, İmam Sadiqə. Xəbər gətirir deməzdim, bizə xəbərçilik deyirlər. Bir var, adam bir xəbər deyə bir nəfərə ki, orada ona görə deyirsən ki, onu deməsən, istiqamət yanlış yerə gedər, böyük fəlakətlər baş verə bilər. Belə ki, onu deməsən, o tərəf də ziyana uğrayar, zərərə uğrayar. Bir var, buna görə, bir də var, yox, insanın xisləti budur, oradan bura, buradan ora xəbər çatdırsın. Bu xislət də pisdir, amma bəzi məqamlarda bir fikir gəlib deməlisən, gizlədirsən, ki, demirsən, o da zəlalətə uğrayır, bataqlığa yeyib, bu da pisdir, buna görə Allah'a cavab verirsən. Bəzən də belə bir dənə xüsusiyyət var, bizə yaraşmaz. Bizə yaraşmaz, o bizi bədbəxt olur orada. Bu vaxtında deyən atasına, dostuna, bir ustada, müəllimə ki, onu çıxartsın bataqlıqdan. Bizə yaraşmaz. Yaraşmaz, nəfsani istəyindir sənin, nəinki Rəbbani istəyindir sənin. Gördüm ki, tohidi dünya görüşünə yaşamırsan, nəfsani zehniyyətlə yaşayırsan. İnsan var, xəbər çatdırandır, belə. Oradan, ora, burada. Adətən belə insana şəxsiyyət böhranı var. Şəxsiyyət böhranı nə mənada? Belə ki, istəyir o qarşı tərəfin yanında özünü neynəsin, mühüm insan kimi təqdim edəsin. Çünki özündə bir boşluq yaranıb, özünü qıraqda görür, özünü kənarda görür, özünü diqqətdən kənarda görür, sanki dəyərsiz görür deyənə, bu şəxsiyyət böhranı yaşayır deyənə, qarşı tərəfə xəbər çatdırmaqda özünü mühüm adam kimi təqdim edir ki, görürsən, bu boyda xəbəri mən sənə çatdırdım, ona görə mən çox mühüm insanam. Bəzi vaxtlar şəxsiyyət böhranından yaranır bu xəbərçilik. Ki, mənim mövzum bu olsaydı, bu əxlaqi bir mövzudur ki, bunun ətrafını danışmağa deyər. Niyə insan budur? Belə olur. Gəldi, xəbər çatdırdı, o niyyəti başqa idi, ara vurmaq idi, nəinki ara düzəltmək idi. Bir var, gələ deyə ki, bax, yed ondan bir şeylə sənin haqqında pis fikrə düşüb. Bu niyyəti başqa idi. İmam neynədir? İmam deyir, gördüm, o şəxs sözü deyir, gördüm, getdi, dəstəmaz aldı, dəstəmaz alandan sonra namaz qıldı, namazı qıldı, bitirdi, əllərini qaldırdı. Mən deyir, düşündüm ki, nifrin eləyəcək, gördüm, yox, nifrin eləmədi, deyir, ilahi, mən onu bağışladım. Mən əmioğlumu bağışladım. Və bilirəm, sənin səxavətin və kəramətin daha çoxdur. Nə olar? Sən də onu bağışla. Adam bağışlayanda belə bağışlayır. Heç bu necə olub ki, adam sual verə, bir nəfər üçün o sənə pislik eləyib, geyib kirkət namaz qılıb deyəsən ki, Allah onu bağışla. Tərif eləyəni tərif eləməyə nə var ki? Sənə çox istəyəni dua eləməyə nə var ki? Nə qədər istəyən dua eləyək. İltiması dua. Nə qədər istəyən eləyək. Səni onu eləyəni qeyib səcdiyə dua eləyəsən, namaz da qılasan. Öz namazın qılmır, gücünə bəla ilə qılır. Onun üçün namaz qılıb bağışlanmaq deyir. Malikəşlər yadıma düşdü. Danışmışdım bəlkə də, hə? Yoluna gələndə bir dənə təlxeyin biri götürdü yerdən nəsə atdı. Malik də baxdı, gördü ki, buna cavab verməmək ən böyük cavab verməkdir. Bəlkə də bunun hidayəti başqa nöqtədə yatıb. Getdi, buna dedilər, sən kimi vurdun, bilirsən, kimi vurdun? Maliki. Hansı Maliki?
O sərkərdən deyirsən, bəli. Sən Allah, ha, evim yıxıldı ki, hara getdi, hara getdi, belə getdi. Düşdü, tapdı onu. Tapdı, gördü məsciddədir, namaz qılır, dayanıb indi başım salıb aşağıya, başım büküb. Da elə də iş görmə ki, bütün gün başı bükəsən. Səhv olar, bildim da. Elə yaşama da. Belə yaşama da. Ona ilişir, buna ilişir, buna ilişir, ona ilişir. Ona irad tutur, buna irad tutur. Hələ həyatı iraddan ibarət deyə. Siz bilirsiniz, hər tutduğunuz irada görə Allaha cavab verəcəksiniz, verəcəyik. Hər irada görə Allaha cavab verəcəyik. Niyə tutmuşuq o iradı? İlahi rəng varmı orada yoxsa yox? Gözlədi namazını bitirəndən sonra dedi, sən Allah bağışladı, sən kimsən? Dedi, o bir atam mən idim. Dedi, sən idin, deyir, hə, o 2 rükət namazı ona görə qıldım ki, Allah sənə bağışlasın. Bu bir adam zəif adam deyə, zəif adam nə var deyə ki, mən sənə bağışladım. Qorxur deyir, mən sənə bağışladım. Qorxağın deməyi, mən sənə, qüdrətli bir insanın mən sənə bağışladım deməyi, qüdrətin özüdür. İzzətin özüdür. Keçək. Keçək. Bu bir imamımızın bir sirəsidir və bir üslubudur ki, hətta başqası üçün 2 rükət namaz qılar ki, Allah'a bağışladı. Yaxşı. Yeri gəlində də, qoy, biraz sirələrindən deyim də, mən bir mövzu istirdim danışım əslində, onu saxladım. İmamətin Peyğəmbərin sirəsi. Nə mövzu istirdim danışım sizə? O, necə, situasiyalarda, hansı məqamlarda nə addımlar atıblar? Ki, biz olub məktəb, biz olub dərs. Bir vaxt danışarım. Bu 2 dənəsi amma bugün demək yoxdur. Bir dəfə gəldi, imamın qapısını döydü. İmam açmadı qapını. Dedi, icazə vermirəm gəlməyə. Dedi, niyə? Dedi, ananla vəziyyətin xarabdır, gəlmirsən mənim üstümə. Dedi, ananla halallaş, o gələrsən, qapı açarım. Belə sərtlik olub. Olub. Nə çıxartdınız bu məsələdə? Fərdi məsələlərdə keçməyi çox bacarıblar. Amma bəzi məsələlər olub ki, orada sərt mövqe qoyublar. Ananla yaxşıdır, ged ünsiyyəti düzət, qapını açarım. Sənin haqqında pis söz deyib, gedi səcdiyəmə bağışla. O çünki pis deyən də 2 cürdür də. Biri var, onun xisləti odur, xüsusiyyəti odur, onu tanıtdırmaq lazım ki, cəmaat tanısın. Bir də var, səhv edib, xəta edib, bu da bunu eləməklə onu başa salır ki, belə eləmə. O da adət eləməyəcək bundan sonra. Bunlar ona görə deyilmə, bunlar xırda detallardır, özümüzə səhv istiqamət götürməyək. Yaxşı. Bir dənə də sizə mübarək hədisin deyim. 3 şeylə birgə 3 dənə boynunuza düşəni icra eləsəz, heç nədən zərər görməzsiniz. Nədir olar? Ət-dua indəl kərb. Elə ki, müsibət, bəla gəldi, duavız olsa, bəla üstə zərər vurmaz. Vəddir. Ət-dua indəl kərb. Bəla gələndə dua edin. İtirmişsiniz özünüzü, itirmə özünüzü, tap özünü, dua elə. 1, 2. Vəl-istiğfar indəz-zəm. Günah eləmişsə, da məyus olma. Tövbə eləsən, inşallah günahın təsiri itər. Yerdən qalx. 3. Və şükru indən neymə. Neymət verib Allah sənə şükür elə. 3. Bir dənə də sirəsini deyirəm sizə, bitirirəm. İnşallah dua edirəm. Deyər bu. İmam Sadiq bir karvanla yol gedir başqa bir məntəqəyə. Bilirsiniz, əvvəllər karvanları basardılar. Nə bilim, talan eləyərdilər. Orada olanları götürərdilər. Bu karvan da gedir. Karvan yolla gedəndə bu karvana xəbər çatır ki, qabaqda plan qurulub. Necə çatdı, nə oldu? Tarixi bir hadisədir. Ki, karvanı incələr, nə var? Talan edəcəklər, əllərində olan alacaqlar, müsadirə edəcəklər. Deyiblər, hamısı yığışdı İmam Sadiqin qabağına. Düşdər ağanın ayaqlarını. Ağa canım sənə fəda olsun, kömək elə, bir şey elə. Nə olub? Bizim karvanda nəyimiz var, əlimizdən çıxacaq. Nəyimiz var, əlimizdən çıxacaq. Soqatda ağacan, bəlkə sənə verək, səndə qalsın mülkümüz, qızılımız, nəyin pulumuz. Ağa, mənə verirsiniz, nə olacaq? Mənə alacaqlar da. Dedi, bəlkə burada bastıraq bir yerdə, bunlar gəlsinlər, baxsınlar, görsünlər, əlimizdə bir şey yoxdur. Gedəndən sonra yığaq götürək. Dedi, o qədər ağılsızlar, axmaqdırlar ki, biləcəklər ki, nəsə var, gizlətmə üstə. İşgəncə edib, deyəcəklər, yerin düyün. Dedi, qurban olaraq, yolu nədir? Dua elə. Dua elə. Dedi, yox, dua eləyim bir şərtlə. Dedi, nə? Dedi, sizə dua eləyirəm bu şərtlə ki, İnşallah siz nəzir eləyin ki, bu malınızın, mülkünüzün 1/3-ni Allahın yolunda verəcəksiniz lazım olan yerlərə. Mən də dua edirəm sizə bu şərtlə. Bunlar da baxdılar, gördü 1/3 azdır. Amma bir var 3-ü də getsin, bir də 1/3 getsin.
Nəzir elə. Buradan nə başa düşürsünüz? Buradan başa düşülən budur ki, bəzi adamlar istəmir əlindən nəsə çıxsın, elə dua elə, ziyansız hər şey getsin. Sən də bir şey addım atqınam, dua da eləsinlər səni. Yox, əlimdən heç çıxmasın, hər şey qalsın dua elə. İmam da dua edirəm bu şərtlə. 1/3 verərsən Allahın yolunda. Razısınız? Dedilər razıyıq. İmam dua elədi. Qarşı tərəf gəldi. Mühasirəyə aldılar. Olan başında olan gəldi, imamı gördü. Tanıdı. Bəzi pislərin də bir pis günaha bulaşmışdan daha da edirsən, günaha bulaşmış insanların da həyatında bir görsə, müəyyən bir dəyərlər olur ki, ona sahib çıxırlar. Qırmızı xəttləri olur. Da namərd deyirlər. Belə, bu da geniş anlamda. İmamı gördülər, dayandı birinci. Baxdı, tanıdı, dayandı. Dedi ki, dünən gecə bir yuxu görmüşdüm, amma deməsən demə həqiqətiymiş. Mən dedim, yuxudur da, amma da həqiqətiymiş. Cəddivi görmüşdüm. Cəddivi görmüşdüm, işte bu karvandan sanki bizi sərt bir dənə sima göstərdi ki, bu karvanı inəməyin. Talan edin. O demək ki, o karvanları talan edin. Bəzi vaxtlar pis insanlar da görürsən, Allah bir kömək edir ki, o bataqlıqlardan çıxartsın. Dedilər ki, biz nəinki sizin talan eləməyəcəyik, əlinizdə olanları almayacaq, əksinə. Yolunuz uzundur, qabaqda da ola bilər bir müşküllərlə rastlaşasınız. Biz sizi qoruyacaq ta ünvana qədər. Allah budur. Onlar qarət edir. Allah qəlblərini elə dəyişib ki, indi qoruyur. Allah sizə belə işlər görə bilir. Gəlmişdi bir nəfər Musanı hörmətdən salsın, bir söz dedi. Zina atdı boynuna. Ki, mən zina eləyib Musa. Sonradan peşman oldu, gəldi car çəkdi aləmə ki, mən yalan demişəm. Həmən onun dili ilə Musanın ehtiram, hörməti qorundu cəmiyyətdə. Allahın işləri qəribədir. Biz Allahla biraz yaxşı ünsiyyət qura bilsək, çox yox, bütün müşkillərimiz həll olacaq. Bu həyat budur. Sən düşünürsən, o eləyər, onun əli ilə Allah ucaqdır. Yusufu quyuya atırlar, elə yer atırlar ki, karvan oradan keçməsə də Allah yolunu oradan salıb. Dəvə güclə, bəla ilə qışqıra-qışqıra dəvəni yönəltdilər bu tərəfə. Yusuf şansa baxın, dəvə axırda gəldi o istiqamətə. Oradan suyu götürdülər, şor su oldu, şirin su. Yusuf axır çıxdı. Atdılar tarixdən sildirsinlər, amma orada elə tarixə yazdılar, Yusuf özləri də bilmədi. Biz İmam Sadiqdən bunu da öyrənək ki, yalnız dua eləmək kifayət eləmir. Ət-dua bila əməl hədisdədir. Əməlsiz dua bənzir elə bil əlində ox var, yay yoxdur. Oxu atmaq üçün yay lazımdır. Yayın yoxdur. Neyin atacaqsan? Əməl lazımdır, əməl. Elə dua eləyin. Bir dənə dua ilə qardaşın vəziyyəti düzəlsin. Eləyəyə qardaşımız üçün duaya. Qardaşım da bir nəsə bir hərəkət eləsin də. Nə olar ki? Söhbət, qardaşım da getsin bir iş görsün Allahın yolunda bir cəmiyyətə. Allah qəbul etsin qardaşımızdan da inşallah. Allah dualarımızı qəbul eləsin. Allah günahlarımızı bağışlasın. Allah İmam Sadiqdən bizi ayrı salmasın. Velhamdülillah Rabbil alemin. Allahümme inna nes'aluke ve ned'uk bismikel azizil azam el-əcəlil əkrəm. Allah sənə and verirəm. İzzət və cəlalı və kərəmi və rəhmət və məhəbbət və bu əllər ki, sənin dərgahına qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zühurun təcilini. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, təqva ilə bu dünyadan köçməyi bizlərə nəsib elə. İlahi günahlarımızdan əfv qələm çək. İlahi kəslər ki, bizdən dua istəyiblər, onların duaları onlardan qəbul edir. Ekran qarşısına eləşən qardaşlarım var, xanımlar var. İlahi, həqqi Fatimə onların dualarını onlardan qəbul elə. İlahi, xəstələrimizə tezdən şifa-i acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanları, müşküllərin tezdən həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi, nəslimizdə əhl-i beyt düşməni qərar vermə. İlahim,
Şəhidlərimizi Kərbəla şəhidlərinə məşhur elə onların yaxınları, ailələri, övladları qəlblərinə huzur və aramlıq nazil elə. Peyğəmbər və əhl-i beytinə salvat gələ. Allahümmə salli alə Muhammed və ali Muhammed. Əcil fərəcəhu şərif.